Mikel Arteta getməli. Çünki mən hələ bu qədər müddət ərzində bir klubun başında bu qədər xaraktersiz olan baş məşqçi görməmişəm. Belə-belə bu oyunu İngiltərə Premyer Liqasının sonundan əvvəl yazıram və sırf bax hal-hazırda arxamda gedən City-Chelsea oyunundan sonra yazıram ki, fikirlərim çoxdur və bu ilə bağlı danışmamaq mümkün deyil. Mən tam səmimi deyirəm ki, burada indi ağlımda olanları sadəcə olaraq kameraya danışıram və mənə elə gəlir ki, bunu geci tezi var idi. Yəni bunu danışmaq lazımdır, bunu bu barədə susmaq mümkün deyil. Bax, Mikel Arteta indi yalan doğru indi yadımda deyil, amma mənə elə gəlir ki, arası 7-8 mövsümdür ki, Arsenalın baş məşqçidir. Ondan 4-ünü mən ona bağışlayıram. Nəyə görə bağışlayıram? Çünki Arteta komandaya gələndə burada nə bilim Aubameyanglarla, Lacazette'lərlə, özüllərlə dava qırğınlar var idi ki, onlarla müəyyən bir mübarizə aparıb komandanı təmizləmək lazımdır ki, bunu başa düşdüm. Yaxşı, sən bu qədər şeyi eləmirsən, bura kimi gətiribsən, işi sona kimi bitirdi. Çünki mən hal-hazırda bəlkə də bu qədər müzakirə olunan və bu qədər xaraktersiz komanda hələ ki Avropada görmürəm. Yəni söhbət top səviyyədən gedir də, top komandalardan gedir. Çünki kimi götürsən, hansına baxsan, nə istəyirsən sən, sənə başqa daha nə versinlər? Çünki baxırsan ki, heyət var. Özdə 2 əsas heyət var. Demək, sənə istənilən oyuncular gəldi. İstədiyin transferləri elədin. İstədiyin oyunu qurdun. Standartlar üzrə məşqçin birdir. Nə bilim, outlar üzrə məşqçin birdir. Tualetə getmək üzrə məşqçin birdir və s. və ilaxır. Amma sən yenə də Premier Liqanı əldən buraxmaq təhlükəsi ilə yanbayansın. Özdə hansı mövsümdə? Bax, ən azından Arsenalın xaraktersizliyi və daha çox bunun əsas səbəbkarı Arteta olduğunun sübutunu biraz əvvələ qayıdaraq daha doğrusu sizə izah eləmək istəyirəm. Bax, başlayaq mənim ən sevimli mövsümlərimdən biri olan 22-23 mövsüm. Baxırsan ki, Arsenal mövsüm ərzində birinci yerdədir və s. və axır taksisi gəldi qoydu belin üstündən. İkinci mövsüm bu dəfə daha yaxşı heyət, daha yaxşı hücumçular, zırt-pırt, oyan-buyan irəlidəydi, hər şey yaxşıdır. Necəsə oldu, fevraldan sonra City gəldi, dənliyə keçdi, yenidən çempion oldu. 2024-25 mövsümü City bərbad günündə, Manchester United bərbad günündə, Klopp Liverpooldan gedir, yeni baş məşqçi gəlir, komandada bilinmir nə baş verəcək, nə baş verməyəcək, Chelsea problemləri City belə qeyri-stabil vəziyyətdədir və bununla belə Arsenal yenidən ikinci yer tutmağa məsələ oldu. Yəni bunu bacarmaq lazımdır, başa düşürsünüz və mən zarafatsız deyirəm ki, bax, Arteta'nın nümunəsi bütün digər başqa baş məşqçilərə gələcəkdə hansısa klub rəhbərliyindən trust in process söhbətinə, mənə biraz vaxt verin məsələsinə inanmağa icazə verməyəcək. Çünki uzun müddətli məşqçilərə baxaq da, yəni də misal üçün götürək elə Pep Guardiola'nı, düzdür? City artıq 10 ilə yaxındır, amma udmadığı çempionat qalmayıb. Jurgen Klopp belə 9 il Liverpoolun baş məşqçisi oldu. 6 kubok qazandı, amma bir zəhmətdir, yəni də ən azından il yarıma bir dənə kubok düşürdü. Burada daha Çempionlar Liqası da var, 30 ildir qalib gələ bilmədiyi Premier Liqada var, dünya kubokları, Avropa Super kubokları və s. və ilaxır. Kloppun trust in process söhbətinə inana bilirik. Biz bu hamısı bir ildən sonra baş vermədi. Bu 3-4 il kuboksuz keçdi. Amma sonunda gəldi, necə deyirlər, sıçdılar, çıxartdılar da ortaya bu kubokları. Düzdür? Bu Kloppun trust in process söhbəti idi. Razısınız mənlə? Məncə razısınız. Guardiola müzakirə eləmirik heç. Başqa bir alternativ var, hansı ki baş məşqçi uzun müddətdir ki, komandanın baş məşqçisidir. Bu Diego Simeone və Atletico Madriddir. Deyirsiniz ki, Atletico Madrid nə olur ki? Birinci məsələ ondan ibarətdir ki, Diego Simeone'nin çox vacib 2 belə çox yağlı argumenti var. Biri Real, biri Barcelonadır və ona görə də onların dövründə 2 dəfə La Liga çempionu, 2 dəfə Çempionlar Liqasının finalına çıxmaq və bir dəfə Avropa Liqasını qazanmaq, inandırım sizə ki, bu 10-15 ilə Atletico kimi kluba dəyər nəzərə alsaq ki, əsrin əvvəlində onlar 2-ci divizionda oynayırdılar. Arteta isə artıq 8 ilə yaxındır ki, komandadadır və 3 dənə mənasız tituldan başqa heç nə udmayıb. Başa düşürsünüz və bu azmış kimi də uzun müddət birincilikdə qala liderliyi təmin edə rəqiblərdən kifayət qədər yaxşı fərqlə irəlidə ola yenidən çempionluqları əldən verə bilir. Mən ona görə deyirəm ki, indiki mövsümdə belə Arsenal çempionluğu əldən versə, mən təəccüblənmərəm. Mən Premier Liga kubokunu Arteta'nın əlində görməyincə mən buna inanmayacağam. Tam səmimi.
Çünki nə baş verdi? Mövsümün birinci hissəsində Arsenal baxırsan ki, normal futbol oynayır. Hə, Avropada sayılıb seçilən oyunlardan biridir, amma bu yalnız elə bir ki, Boxing Day-ə qədər idi. Boxing Day-dən sonra məsələ öldü və salam. Başladı küncdən zərbələr, avtoqollar, 0 oyun, 0 temp, 0 ideya, qorxaq futbol, nəticəni qoruyaq, bir dənə işdə baş verməsin. Mənə hərdən elə gəlir ki, Arteta'nın o İspan damarlarında biraz Azərbaycanlı qanı da axır elə bir ki. Çünki tək ki bir dənə sıçmayaq, bir dənə batırmayaq, qalan hər şey yaxşı olacaq. Olmayacaq əzizim. Olmayacaq. Çünki belə oyun olmadan, mübarizə aparmadan, qorxaq futbol oynamaqla Premier Liqanın çempionu olmaq olmaz. Mümkün deyil. Çempion olmaq mümkün deyil. Görün nə vəziyyətə çatıb Arteta ki, bütün artıq bax Big Six, böyük altılıqdan olan bütün komandalar iç günündədir. Bütün komanda Tottenham Championship'ə gedir. City bilinmir heyətdə nələr baş verir. Liverpool'da slot problemi var, Salah problemi var. Nə bilim, Chelsea'də 1865 dənə futbolçu və rəhbərlik problemi var. Manchester United təzə-təzə dirilir. Bilmir onlar məşqi tapıblar özlərinə, tapmayıblar və s. və ilaxır. Bütün bunların belə fonunda Arsenal hal-hazırda çox böyük risk altındadır. Bax, gəlin turnir cədvəlinə nəzər salaq. Hal-hazırda City Chelsea-ni 3-0 hesabı ilə məğlub edilməm oyunu hansı hesabla başa çatacaq, amma Arsenal hal-hazırda 6 xal irəlidədir. Zor, əla, sözüm yoxdur, bomba kimi. Amma City-nin ehtiyatda bir oyunu var və bundan əlavə City ilə Arsenalın arasında bir oyun var. Və əgər City bu iki oyunun ikisində qalib gəlsə, salam əleykum. Salam əleykum. Biz bax bundan sonra Arteta'nı komandada saxlayıb ona inanmaq, növbəti mövsüm üçün ona nəsə vermək və s. və axır lazımdır. Məncə yox, çox mənasızdır. Çünki yenə bu trusting process, yəni prosesə inanmaq, gəlin inkişaf elətdirək və s. və axır bu müəyyən bir müddətə kimi işləyir. Bu 3 il, 4 il ala bilər. Bu zordur. Əla Arsenal rəhbərliyi bu barədə çox səbirli görsün. Amma mənə elə gəlir ki, Arsene Wenger'dən sonra onlar biraz Unai Emery'ni gördülər. Yox, biz hələ bir 5-6 il bir dənə baş məşqçi olsa elə yaxşıdır. Amma yəni bu qədər də yox da. Yəni sən necə bunu əldən verə bilərsən? Heyətin var, var. Bütün lazımi resursların var, var. Pulun var, var. Baxırsan ki, hə, Çempionlar Liqasının 4-1 final mərhələsinin ilk oyunda qalib gəliblər. Aman hansı oyundan? Yarı finala çıxsa bu komandanı biz finalda görmək istəyirik, yox. Arsenalın hal-hazırda neytral fanatların Arsenalın çempionluğunu arzulamasının yeganə səbəbi biziz nədir? Bu Arsenalın fantastik komanda və fantastik oyun göstərmə səbəbi deyil. Sadəcə çox daha çempion olun, dincəlin, mıxvızı çəkin bizdən argumenti ilə səslənir. Bax bu gülməlidir. Bax bu çox gülməlidir. Mən bilmirəm. Ən azından mənə elə gəlir ki, düzdür, yenə də deyirəm, digər komandanın qeyri-stabil mövsüm fonunda hər şey baş verə bilər. Yəni fakt deyil ki, City o ehtiyatda olan oyunu udacaq və s. və axır. Hələ də bir çoxları bildirir ki, Arsenal çempion olacaq. Okey, amma yenə deyirəm, mən bu kuboku Arteta'nın və Arsenalın əlində görməyincə buna inanmayacağam. Belə bax, bu cür qısa videolarla belə problem nədir qardaş rubrikası ilə bax hansı komandalara belə anidən müzakirə edəcəyik. Bu bizim bu rubrika çərçivəsində ilk buraxılışımız idi. Siz isə gələn buraxılış hansı komanda haqqında bax belə bir qısa analiz eləməyimi, analiz demək olmaz, bunun şəxsi fikirlərimi bildirməyimi istəyirsinizsə mütləq şəkildə şərhlərdə yazın. Görək hansı komandanı daha çox istəyəcəksinizsə növbəti videoda məhz onlar haqqında danışaq. Mütləq şəkildə bizim YouTube kanalımıza abunə olun, videonu like edin, şərh yazın və bu videonu bütün Arsenal fanatları ilə bölüşün. Çünki əminəm ki, onlar da bu video ətrafında çox müzakirələr edəcəklər. Gələn görüşlərə dək, sağ olun.